Bəncə bu qədər əyləncəli bir mühit bəlkə də görməzdim. Əyləncəli mühit dedikdə müəllimlərlə olan münasibətim, tələbələrlə olan münasibətim, bunlar həm bir şeylər öyrədir, həm də əyləncəli olaraq öyrədir. Akademiya gələcək nəsillərə hər zaman dünyada nə baş verirsə, onu məncə yerli bazarda ən birinci tətbiq olunacağı yenilikləri vəd eləyir, keyfiyyət vəd eləyir. Nə qədər bu pafoslu səslənsə də bu belədir. Bir də çox səmimiyyət vəd eləyir akademiya. Məncə tələbələrin burada tədrisdən sonra ikinci zövq aldıqları bir şey, burada həm müəllimlərin, həm belə deyim, timin, Kod Akademi timin, həm digər tələbələrlə olan səmimi münasibətdir. Yəni səmimiyyət vəd eləyir 100%. Bu 10 ildə nail olduğu yenilikləri qoruyub saxlamaq, həm hər sahədə olan yenilikləri qoruyub saxlamağı və daha da irəliyə getməyi.